Yəni oruc ən əfsəl və ən böyük ibadətlərdən sayılır. Yəni onun fəziləti və əzəməti şəni barədə Quran və sünnədə çoxlu dəlillər varid olmuşdur. Yəni orucun fəzilətinə Allah Teala oruç tutmağı bütün ümmətlərə yazmış və onların üzərinə fərz etmişdi. Necə ki Uca Allah buyurur: "Ya eyyuhellezine amenu kutiba aleykumus-siyam kema kutiba alellezine min qablikum la'allakum tettaqun." Ey iman gətirənlər, sizdən əvvəlkiləri vacib edildiyi kimi sizə də oruç tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz. Əgər bu əzəmətli bir ibadət olmasaydı, Uca Allah onu bütün ümmətlərə fərz etməzdi. Yəni orucluqdan da qayə təqvanı həyata keçirtməkdir. Hansı ki Allah Teala təqvalı olmağı əmr edib və bütün ümmətlərə bunu tövsiyə edib. Necə ki Uca Allah buyurur: "Və laqad fassaynellezine utul kitabe min qablikum və iyyakum an ittaqullah." Biz sizdən əvvəl kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı buyurduq.